Bu dünyanı, dünya və dünyada olanları Allah Taala yaradıb ki, biz onun vasitəsilə neyniyək? Haqqı görək, onu görək. Mən Gülşənə nəzər salanda, o mənə xeyir verməyəcək. Mən bu sən saldığım bağ-bağçanın aşığı deyiləm. Mənim xəyalımda olan başqa bir sərv-qamət var ki, mən onun fikrindəyəm. İnsan aşiq oldu, o eşqlə elə məşğul olur, elə onun odunda yanır ki, ona biganə qalan əğyardır. Dünyanın xüsusiyyəti budur. Dünyaya ona görə nə son dərəcədə gərək bağlanasan, nə də əl çəkəsən. Ki, məqsəd onu görmək olsun. Onda həqiqəti görə biləcəksən. Mənə onun vurduğu ox mənim canımdan da əzizdir. Aşiqə o çox ah-ı nalə çəkib göz yaşı tökmək, aşiqə neyniyər? Eşq aləmində rüsvayır. Düşmənin tənə oxları mənə heç kar eləməz. Hələ birinci cümlədən özü bildirir özünü ki, mən aşiqəm. Mənim bu aləm üzrə bir qara gözlü nigarım var. Fərağından gecə gündüz nə səbrü, nə qərarım var. Edərlər dərd bilməzlər məni təklifi gülzarə. Üzün yadı ilə bilməzlər bir aləm də o baharım var. Salam, əziz və dəyərli tamaşaçılar. Sizləri Füzuliyə Axund Baxışı proqramının yeni buraxılışında xoş gördük. Biz bu proqramda dəyərli qonağımızla dahi sənətkar, şair Füzulinin qəzəllərinə Axund baxışından danışırıq və yeri gəlmişkən istəyərdim qonağımızı sizə təqdim edeyim. Dəyərli, ruhani, ustad, şair Axund Azərsani bizimlə birlikdədir. Hacı, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Sağ olun. Allah razı olsun. Necəsiz hacı? Şükür. Allah salamat eləsin. Hacı, söz əhlini çox intizarda qoymuram. Elə birbaşa verirəm sözü sizə. İnşallah biz növbəti qəzəli sizin baxışınızdan dinləyək. Növbəti qəzəl budur ki, karigar düşməz xədəngi tənəyi düşmən mənə. Kəsrəti peykanun etmişdir dəmirdən tən mənə. Ey mənəm səngi məlamətdən kim alıb çevrəmi, oldu zənciri cünun bir qələyi ahəm mənə. Ondanam rüsva ki seylabi sirişkim çak edər, zəxmi tiğün qanı geydirdikcə pirahəm mənə. Dəmbədəm şəm-i cəmalundan münəvvər olmasa, ey gözüm nuri, gərəkməz dideyi roşən mənə. Hiç məskəndə qərarım yoxdurur, ol zövqdən kim haçan xaki səri kuyun ola məskən mənə. Başda bir sərvi sənubər vəslinin sevdası var, suda qılmaz bağıban nəzzarəyi gülşən mənə. Ey Füzuli, odlara yansın büsat-i səltənət, yeydir ondan həq bilir bir güşə-i gülxəm mənə. Yəni bu 7 beytdən ibarət bir qəzəl. Karigar düşməz. Karigar yəni işə yarayan. Yəni bir iş görə bilməz. Karigar düşməz. Yəni bir iş görə bilməz. Təsir eləməz. Təsir eləməz. Kar eləməz biz deyirik, bizə kar eləməz. Karigar düşməz. Nə kar eləməz? Xədəngi, xədəng nədir? Ox. Tənəyi düşmən mənə. Düşmənin tənə oxları mənə heç kar eləməz. Ümumiyyətlə, niyə görə tənə olmalıdır? Düşmən niyə görə mənə tənə eləməlidir? Hələ birinci cümlədən özü bildirir özünü ki, mən aşiqəm. Əgər tənəyi düşmən varsa, demək mən aşiqəm.
Və niyə görə düşmən? Çünki insan aşiq oldu. O eşqlə elə məşğul olur, elə onun odunda yanır ki, ona biganə qalan əğyardır. Əğyar qeyrin cəmidir. Yəni bir başqasıdır. Qeyrilərdir. Əğyar yəni qeyrilər. Və kim ki bizdən deyil, bizə düşməndir. O nöqteyi nəzərdən ki, düşmən tərəfdə, yəni sənə biganə qalan həmişə sənə nə eləyər? Tənə eləyər. Ki, bu nə deyir? Niyə özü bu günə qoymusan? Nə məsələdir bu? Qalmısan girinci giriftar? Başa düşməz. Başa düşməz. Və başa düşməyəndə də etdiyi etirazlar buna deyərlər xədəngi təni düşmən, yəni düşmən tənəsinin oxları. İndi Füzuli birinci misrasında deyir ki, karigar düşməz xədəngi təni düşmən mənə. Ne üçün? Bunu açmalıdır, səbəbin deməlidir ya yox. Deyir, kəsrəti peykanun etmişdir dəmirdən tən mənə. Kəsrət çoxluğa deyərlər. Peykan oxun ucunda olan o üçbucaq ki yoxdur, ona peykan deyərlər. Oxa vururlar ki, onu bərkidirlər ki, kəsiciliyi artsın. Peykan deyərlər. O qədər sən özün mənə ox vurmusan ki, artıq bu ox tənə oxu deyil. Artıq bu ox hansı oxdur? Hansı ki, sənin hər baxışın mənə bir ox kimi sancılır. O nöqteyi nəzərdən. Ki, aşiq üçün də bu çox mühümdür. Yəni, yardan gələn hər nə bəla ki var, bəla imtihan deməkdir. Bu həqiqi eşqdə iddia eləyənlər ki var, onlar üçün böyük bir neymətdir bu. Ki, məni imtihan elə günə. Gəldim ki, olum qəmin hərifi, gəl imtihan et məni zəifi. Mən gəlmişəm buraya imtihana Bəla da ərəb sözüdür ki, mənası bir şeyi köhnətməyə deyərlər. Bir şeyi yoxlamaq üçün onu işlədirsən, köhnəlir ki, biləsən ki, bu mal necə maldır. Ona görə ki, o nə qədər sən mənə əziyyət vermirsən, o oxları ki, vurmusan mənim bədənimə, o qədər ox vurulub ki, ox buradan keçib, oradan çıxıb, o peykanlar o qədər çoxdur mənim bədənimdə ki, artıq düşmənin tənə oxu mənə heç nə eləməz. Çünki bütün bədənim sənin vurduğun oxların peykanı ilə, çünki etmişdir dəmirdən, tən mənə, tən bədən deməkdir də. Mənim bədənim başdan ayağa dəmirdir. Bir qeyrisinin atdığı ox gəlib mənə təsir eləməyəcək. Dəmir-dəmirə deyəcək və salam. Yəni, mənə batmayacaq tənə oxu. Və o düşmənin də tənəsinin oxu mənə batmasın deyə hələ səndən gələn oxlar mənim üçün nədir? Özü neymətdir. Ki, Füzulinin digər bir qəzəlində var idi belə bir şey ki, çıxan olsun dili məcruh, peykan olmasın ya Rəb. Çıxarmaq etsələr təndən, İstəsələr ki, çıxarsınlar, çıxarmaq etsələr təndən, çəkib peykanın ol sərvin. O sərvin peykanı istəsələr məndən çıxartmağa, çıxan olsun dili mecruh. Parçalanmış ürəyim çıxsın, peykan olmasın ya Rəb. Yəni ki, teki peykan çıxmasın. Ki, o mənə, onun vurduğu ox mənim canımdan da əzizdir. Və yeri gəlmişdən sən mənə ox vurursan, amma o oxlardan əmələ gələn bir dənə, hələ bil ki, bir zireh kimi mənə bir bədəndən bir dənə, dəmirdən bir dənə bədən hazırlanır ki, başqasının oxu mənə dəyməsin. Və onun ardı olaraq ey mənəm səngi məlamətdən. Ey mənəm, yəni əmin-amanlıqdayam. Ey mən əmin-amanlıqdım. Mən amandayam. Neydən amandasan? Səngi məlamətdən.
Bu da həmən tənəyi, xədəngi tənəyi düşməndir. Düşmənin bir ox atmağı var, bir də tənə daşı var. Səng daşdır. Məlamət isə ləvvamədəndir. O nəfs-i ləvvamə var, danlayan nəfs, vicdan. Busa elin tənəsidir, elin danlağıdır. Ona görə səngi məlamət deyərlər buna. Tənə daşı, bizdə də vardı o sözdə, el arasında işlənir ki, mənə tənə daşın başıma yağdırırsan. Uzaldın qəbrimi bidərdilər səngi məlamətdən. Mən o qədər tənə daşı atırlar ki, mənim elə qəbrimi həmən o daşlardan tikərsiniz. Uzaldın qəbrimi bidərdilər səngi məlamətdən. Özü də bidərdilər deyir, dərdsizdə. Ki, məlum oğla dər dəhliyinə qəbrim ol əlamətdən. Ondan bilinəcək ki, mən tənə ilə ölmüşəm, tənə vurublar. Ölüm səbəbim nədir? Hə. Deyir, ey mənəm səngi məlamətdən, kim alıb çevrəmi? Mən məlamət daşlarından, səngindən amandayam. Ki, mənim çevrəmi alıb, nə alıb çevrəmi? Oldu zənciri, cünun bir qələyi ahəm mənə. Elə bilginən ki, mənim dəlilik zəncirim ki, yoxdur, aşiq, aşiq. Aşıqa məzlun deyərlər, dəli deyərlər. Və dəlini də zəncirə vurardılar. Əslində zəncir mənim deyir, var dövlətimdir. Toğ zənciri cünun dairəyi dövlətdir. Nərə var ki, məni ondan çıxara zəf itənim. Mən o qədər əriyib, o vəziyyətə düşüm ki, sürüşüm o zəncirlərin arasından çıxım. Axı, mən var dövlətimdir, qoymun əlimdən çıxsın. Niyə görə dəlilik zəncirinə nə deyir? Qələyi ahən. Ahən nədir? Dəmir. Qələə, qala mənasında, burada qalxan mənasında, dəmirdən bir dənə qalxandır mənim üçün. O dəlilik zənciri. Ki, mənə nə qədər kim daş atsa, zəncirə deyir də qala kimi, yəni dəmirdən bir müdafiə kimi mənə onların atdığı daş təsir eləməz. Demək, tənə oxları mane olur, yarın vurduğu oxların peykanları tutur qabağını, oxlar ona batmır peykana deyir. Daşlardan da deyir, ey məndəyəm, amandayam. O mənada ki, mən dəlilik zənciri ilə bürünmüşəm, o zəncirlərə deyir, daşlar mənə deymir. Amma burada bir məsələ var, deyir, ondanam rüsva ki, amma rüsvay olmuşam. Yaxşı, niyə rüsva olursan? Bu irfan ədəbiyyatında ümumiyyətlə, qoy bunu qabaqcadan deyim ki, məlum olsun, ümumiyyətlə aşiqlərin libası olmaz. O mənada yox ki, məsəl üçün, həya məsələsi deyil burada. Burada aşiqin libası olmaz, məcazi mənadadır ki, məcazi mənada. Yəni, libas dünya malıdır. İnsan da o çaki giriban sözləri işlənilir əzəldə. Yaxanın cırılması. Yəni, dünya malından sıyrılıb çıxmağa deyərlər ona. Libas dünyaya aiddir, dünya malıdır. Ya pirəhən ola, ya qəba. Qəba pencəy deməkdir, qəba. Pirəhən də köynək deməkdir. Bu qəba ola, pirəhən ola, əgər bunlar mənimdirsə, mən bu dünyaya bağlıyam. Deyir, çəkdi ahı, məcnun üçün deyir, çəkdi ahı, yandırdı əmaməyi siyahı, bir də ah çəkdi ki, əmmaməsi yandı. Sonra əbasın, qəbasın çıxartdı eynindən. Lap axırda, sonda da nəleyni, yəni başmağını. Deyir, nəleyni çıxartdı ol bəlacu ki, aşiqə payibəndidir bu. Ayaq bağıdım mənə, məsəl üçün, Həzrəti Musa üçün deyir ki, nəleynivi çıxart yenə. Yəni, elə bir mənəvi aləmə gedirsən ki, dünya ilə heç bir əlaqə qalmamalıdır. Bütün bunların hamısı tacinin rəxtin giyib tutdum fəna mülkün vətən.
Niyə əhli təcridəm, qəbul etməm qəbavu pirəhən. Gər qəbavu pirəhən giysəm, misali qonçəm mən, qılmasam çak, gər sənin üçün ey büti nazik bədən. Coğrum olsun bu qəba əynimdə pirahən kəfən. Öz-özünə qarğış eləyir ki, sənin yolunda çaki giribanlaram. Bir insan dünyasını dəyişəndə, onun meydini yumağa getirəndə, onu köynəyinin düymələrini zaten ucurasmırlar. Onu ya qaysı ilə kesirlər, ya əynindən cırıb çıxartırlar, müstəhəbbə əməli. Yəni ki, bu dünyadan sıyrıldı, çıxdı da, canı qutardı buradan, bu dünyanın çirkabından. İndi deyir ki, bəs mən axı aşiqəm, mənim libasım yoxdur. Amma libas əvəzinə, mənə ki, o oxlar vurulub, onların ki, qanı axmır, sənin tiğun, sənin oxun, sənin xəncərin ki, deyib mənə. Onların qanı axdıqca, mənə bu qan libas əvəzinədir. Amma mən ona görə rüsva oluram ki, mənim gözlərimin yaşı axır, axdıqca yuyur onu, qanı yuyur və mən rüsva oluram. Ona görə aşiqə o çox ahı nalə çəkib göz yaşı tökmək, aşıqı neyniyər? Eşq aləmində rüsva eləyər. Eşq aləmində ki, o çox fəryad, ona görə bülbül bəyənilmir çox fəryad elədiyinə görə, irfani ədəbiyyatda. Amma pərvanə bəyənilir ki, hələ yanır şəmin olma istəyəcəksə, suzi binalı-i pərvanəni gör ey bülbül, səhnə gülzarda ancaq sənin əfxanın var. Və yaxud da ki, əhli təmkinə məni bənzədmə ey gül bülbülə, dərdə yox səbri onun, hər ləhzə min fəryadı var. Bu ahı-nalə çəkib ağlamaq mənə rüsva eləyir ki, göz yaşım axdıqca sənin vurduğun o oxlardan gələn qanı yuyur, aparır və mən libassız qalıram. Ona görə deyir ki, ondanam rüsva ki, seylabi sirişkim çak edir. Ona görə rüsvayam ki, seylab-ı sirişk. Sirişk göz yaşıdır. Seylab da seldir də. Göz yaşımın seli neynir? Çak edir. Yəni açır. Çak etmək, açmaqdır. Neyi açır? Zəhmətiğin qanı geydirdikcə pirahən mənə. Sənin zəxm yaradır. Tiğ oxdur. Sənin vurduğun o oxun yarasından axan qan ki, axdıqca məni giyindirirdi, pirahən giyindirirdi. Göz yaşımsa axır, o pirahəni neynir, cırır, çak eləyir və mən rüsva oluram. Ondanam rüsva ki, seylabi sirişkim çak edər. Zəxmi tiğun qanı geydirdikcə pirahən mənə. Deyir, dəmbədəm şəm-i cəmalından münəvvər olmasa, ey gözüm nuri, gərəkməz dideyi roşən mənə. Deyir, əgər dəmbədəm, daim, ara vermədən, dəmbədə fasiləsiz. Çünki fasilə oldu, məhv-i nabud olursan. Deyir, dəmbədəm, şəm-i cəmalından münəvvər olmasa. Şəm-i cəmal, yəni nurlu üz deməkdir. Münəvvər olmaq, yəni sənin o nur üzündən mənim hələ gözdən getmir. Deyir, əgər dəmbədəm, an-ba-an sənin o nurlu üzündən nur almasa, münəvvər olmasa, ey gözüm nuri, ey mənim gözümün nuri, gərəkməz dideyi roşən mənə. Dideyi roşən, aydın göz. Mənim ki, bu gözlərim görür ha. Mənim gözlərimin görməyinin səbəbi sənin üzvün nurundan dəmbədən mənim nur almağımdır. Dolayısı yolla, əgər səni görməsəm, mənə heç göz lazımdır. Səni görməkdir fəqət gözdən olan məqsudim, əksi təqdirdə gözün zərrəcə yoxdur dəyəri. Gözün dəyəri yoxdur mənim üçün. Əgər gözdən məqsəd nə olmasa, səni görməyəmsə. Burada doğrudan da bir əslində böyük bir mənadır ki, Allah Teala əslində bu dünyanı, dünya və dünyada olanları Allah Teala yaradıb ki, biz onun vasitəsi ilə neyniyək? Haqqı görək, onu görək. Günəşə belə baxmaq olmur.
Amma balaca bir dənə şüşəni rəngləsək qara ilə hissə tuturlar, qaralır ha. Onu gözbə tutsun, Görə bilər. günəşə baxmaq olur. Tam görə bilməsən də baxmaq olur, görürsən də onu. Bir yandan maneədir görmək üçün, amma bir yandan kömək eləyir. Dünyanın xüsusiyyəti budur. Dünyaya ona görə nə son dərəcədə gərək bağlanasan, nə də əl çəkəsən. Ondan ancaq o açqı kimi istifadə eləyəsən ki, dünya və dünyada olanlardan. Ki, məqsəd onu görmək olsun. Onda həqiqəti görə biləcəksən. Yox, başın qarışsa, mən həmişə bu misal çəkmişəm ki, bir insan bir saat alır. Saatın orasına, burasına o qədər baxır. Saata baxırsan, amma saatı bilmirsən neçədir. Və yaxud məqsədin saatı bilməkdirsə, vaxta baxırsan, amma soruşsalar ki, bu hansı firma saat idi, nə cür saat idi, o heç bilməyəcəksən. Baxışdan baxışa fərq var. Bu da baxışı fokuslayır ki, mənim baxmağımın səbəbi budur. Dəmbədəm şəmi cəmalından münəvvər olmasa. Özü də burada dəmbədəm şərtdir ya. Kəssən nəzəri feyzüvi bir ləhzə cahandan. Kəssən nəzəri feyzüvi bir ləhzə cahandan. Nabud olur aləm. Aləm məhv olur gedir. Nabud olur aləm. Sən ona ruh-i rəvansan. O həyyi var, dirilik var ha. O diriliyi biz dəmbədəm o verməsə bizə, biz bunu heç cür ala bilməyəcəyik və o həmən lütf kəsiləcək, kəsilən kimi də hər şey məhv olar. Dəmbədəm şəmi cəmalından münəvvər olmasa, ey gözüm nuri gərəkməz dideyi roşən mənə, heç məskəndə qararım yoxdurur. Heç yerdə bir qərar tuta bilmirəm. Heç məskəndə qararım yoxdurur. Ol zövqdən, o həvəslə ki. Nədir o həvəs? Heç məskəndə qararım yoxdurur. Ol zövqdən, kim haçan xalki sərikuyun ola məskən mənə. Haçan sənin o sərikuyun, sənin o ətrafın, sənə ki yetişəcəyəm, sənə tərəf ki gedirəm, heç yerdə dura bilmirəm. Bu həm təkvinidir, həm də təşriyidir. Təkvini olaraq insan, təkvini rübubiyyət nədir? Təkvini rübubiyyət odur ki, sən nə inirsən elə? Bu onsuz da öz işini görür. İnsan dünyaya gəlib, bu get-gedə böyüyür. İnsan özü öz böyüməyinin qabağını saxlaya bilməz ki. Zamanın qabağını saxlaya bilməz ki. Bu təkvini rübubiyyətdir. Və bir də var ki, sən özün də bir dənə səy eləyirsən, nəyə doğrusa getməyə. Şərt qoyub da Allah, şəriət qoyub ki, bunu belə elə bu olacaq. İnsan o cürnədə, bu cürnədə heç qərar tutmur əslində. Nədir qərar tutmamaq? Qərar tutmamaq odur ki, insan bir aləmin nasutdan gəlib düşür, olur nütfə halında, gəlir ələq olur, gəlir o etapları keçə-keçə gəlir insan surətini alır. Hələ bu surətdən gedir söhbət, sirətdən gedmir. İnsanın bir surəti var, bir sirəti var. Bir xəlqi var, bir xulqu var. Surət insanın xəlqidir, zahiri nəqşidir. Sirəti isə onun neyidir? Xulqidir, mənəvi tərəfidir. İnsan hələ cism olaraq etap gəlir. Torpaq idi, çevrildi, oldu, bitki, meyvə, hər şey falan, o gəldi qida halında, o gəldi, nə bilim, nütfə halında. Bu prosesləri keçə-keçə gəldi, oldu insan və insan olaraq da insan bir yerdə qərar tutmur ki, dünyada müvəqqəti də gedir. İnsan gedəndir. Yəni bir qərar tutmur. Zoli deyir ki, hələ mənim cismim təkvini olaraq da olsa, bir yerdə qərar tutmur. Amma o ki, qaldı insanın sirəti, daxili. Daxili isə artıq iki yerə bölünür qərar tutmamaqda. Biri doğrudan da görüşə tələsir, böyük buluşmaya. O ilahi görüşə tələsir, sərikuyi canana getmək istəyir. Amma biri isə rahatçılıq tapmır.
Yəni istəyir xoşbəxt olsun, o xoşbəxtçiliyi fani şeylərdə axtarır. Ona görə xoşbəxtçiliyi də fani olur, ani olur. Gəlir, gedir. O adam ki, həqiqətən bilir ki, xoşbəxtlik o vaxt olar ki, bu daimi olsun, ondan itirmək qorxusu olmasın, onun ondan sonra həmişə zövqlü olsun, sənin üçün adiləşməsin falan filan, bu şərtləri bilir. O bilir ki, onun dərdinin dərmanı burada deyil. yox. Necə ki, dirilik suyu üçün 2 nəfər getdi. İskəndər də getdi, Xızır da getdi. İskəndər dünyada axtarırdı, tapa bilmədi. Xızır onu mənada axtarırdı, tapdı və əbədi həyatı da qazandı. Məsələ budur. İnsan istəyir belə, istəyir hələ. İnsan bir qərar tutub bir yerdə qalandır. Dünya tərəfi üçün getsə, uduzacaq, özünü yoracaq. İskəndər variantı. Amma mənəvi tərəfi olsa, o gedəcək, tapacaq, amma o gedənə qədər nə olacaq? Təlaş içində olacaq. Amma o təlaşın içərisində bir zövq var, bir ləzzət var, bir keyf var ki, təki ora gedib çatmaq olsun, can yetdi ləbə, ləb-i cana ona yetincə. Canım gəldi ağzıma çıxdı, o məqsədimə yeyib çasanca. Can yetdi ləbə, ləb-i cana ona yetincə. Deyir, heç məskəndə qararım yoxdurur. Ol zövqdən kim haçan xaki səri kuyun ola məskən mənə. Xaki səri kuy da odur ki, sənin olduğun yerin, kuyun başında, məlüvzün başında oranın torbağı. Amma İrfan ədəbiyyatında da o məqsədə, hədəfə çatmaq məsələsidir. Başqa bir sərvi sənubər vəslinin sevdası var. Mənim başımda sərvi sənubər bir sərv ağacı, bir gözəl bir sərv ağacı, sərvi sənubər vəslinin, qoşmağının sevdası var. Mənim o uzaq sahillərdə deyir, mənim düşündüyüm tablo üçün aydın səma və parlaq günəş lazımdır. Bu deyir ki, mənim beynimdə olan, mənim fikrimdə olan o gözələ yetişmək var, sərvi sənubər, o ki, sərvi qamətli, gözəl üzlü, bu sərv-i sənubər hamısı bağçanın, bağın bəhəritdə. Ona deyir ki, başqa bir sərv-i sənubər vəslinin, qovuşmağının sevdası var. Sud qılmaz, sud xeyrə deyərlər, xeyr. Sud qılmaz, mənə bir xeyr verməz bağıban, ey bağban. Nəzzarə-i gülşən mənə. Mən gülşənə nəzər salanda, o mənə xeyir verməyəcək. Mən bu sən saldığım bağ-bağçanın aşıqı deyirəm. Mənim beynimdə olan, mənim xəyalımda olan başqa bir sərv-i qamət var ki, mən onun fikrindəyəm. Onu axtarım. Deyir, mənim dünyada sultanım Əlidir, vəra bir dənə ya. Deyir, məni bağı gülüstana çağırma. Mənim bağı gülüstanım Əlidir. Və yaxud da ki, razidədir. Rəhmətli deyir ki, mənim bu aləm içrə bir qara gözlü nigarım var. Fərağından gecə gündüz nə səbr, nə qararım var. Edərlər dərd bilməzlər məni təklifi gülzarə. Üzün yadı ilə bilməzlər bir aləm növbəharım var. Və sonda məqtə beytində Füzuli deyir ki, Füzuli odlara yansın büsat-i səltənət. Nə bağ, nə bağça, nə bostan, nə dünən, nə bugün, nə sabah. Deyir, Füzuli odlara yansın büsat-i səltənət. Bu dünya və dünyada olanlar büsat-i səltənət. Niyə? Niyə yansın? Yeydir ondan həq bilir bir güşə-i gülxən mənə. Bu dünya ki var, bu dünyada hər nə ki var, qoy odlara ona görə yansın, dalayıcan gülxən deyir ki, gülxən nədir? O qabaq hamamları qızdırmaq üçün odundan ki, hər nədən istifadə edirdilər, ya odunmu, ya hansısa bir kimyəvi maddə, nə olursa olsun. Yandırandan sonra onun o külü qalırdı ya, onu külünü aparıb tökürdülər bir zibilliyə. Ora küllük deyərdilər.
Deyir, bu dünyanın büsat səltənətindən gedir ha söhbət ha. Bu dünyanın büsatı, bu dünyanın səltənəti odlara yansın. Ondansa mənə o küllük yaxşıdır. Haqq bilir ki, ondansa küllük mənə üçün yaxşıdır. Razinin beyti düşür yadıma, deyir ki, Künci bəlada fikrin ilə lav oturmağı, qəsri behişdə söhbəti huraya vermərəm. Mən sənin eşqündən, sənin xəyalından elə zövq içindəyəm, elə ona doğru gedirəm ki, bu dünyanın büsat-ı səltənəti mənim üçün Gülxan ondan yaxşıdır. Yəni o küllük var ha, zibillik var ha, o viranəlik var ha, mənim üçün ondan yaxşıdır. Necə ki, Füzuli deyir ki, biz cahan məmurəsin mənidə viran bilmişiz. Biz cahan məmurəsin mənidə viran bilmişik. Biz bu dünyanı əslin mənasını bir viran bilmişik. Afiyət gəncin, həmin o əbədiyyət xəzinəsini, afiyət gəncin o viran içrə pünhan bilmişiz. Həmin o viranəlikdə bilmişik. Çünki xəzinə həmişə harda olur? Xərabəlikdə olur. Hacı, təşəkkür edirik. Allah sizi bu xalqa, bu millətə çox görməsin. Biz də sizin elminizdən bəhrələnək. Hələlik növbəti görüşlərə də sizlə və dəyərli tamaşaçılarla sağollaşırıq. İnşallah gələn görüşlərdə görüşərik.